2025-ci il aprel ayının 14-də Azərbaycan Tibb Universitetinin Əczaçılıq Kafedrasında Azərbaycanda inteqrativ tibbin mərkəzi olan İnteqrativ Tibbdə Elmi Araşdırmalar Mərkəzinin dəstəyi ilə Kolumbiyanın Javelinia Universitetinin professoru Arturo Obirne'nin iştirakı ilə görüş keçirilmişdir. Maraqlı mərzəsində professor tibbin konsepsiyalarına, tarixi təkamülündən, paradigmalarda baş verən dəyişikliklərdən bəhs etmiş, Hipokrat, Galen, Passes kimi dahilərin tibbin inkişafına töhfələrindən ətraflı məlumat vermiş, müasir tibbin yaranmasına aparan tarixi yolu geniş işıqlandırmışdır. Benim Azərbaycana 6-cı gəlişimdir. Lakin universitetdə ilk dəfə bu səfərə gəlmişəm. And today we are going to talk about the concept in integrative medicine, showing how was the history during many years, changing the paradigm from the conventional medicine to the integrative medicine. Bugün biz iller boyu bu paradigmanın necə dəyişdiyi, yəni ənənəvi təbabətdən integrativ təbabətə keçib necə baş verdiyini bu tarixi bir vasitənin nəzərdən keçirir. Of course, there are a clear evolution in the concepts of medicine because the paradigms many years ago now are not valid, and we need to understand the science always is changing. Təbii ki, bu prosesin özün təbii tarixi axını var. Çünki bildiyimiz kimi bir neçə il bundan əvvəl olan prinsiplər artıq bugün qüvvədən düşmüş ola bilər və ona görə də bunu dərk etmək lazımdır ki, elm daimi dəyişən bir məfhumdur. Fundamental today, there are two paradigms in medicine, the conventional medicine and the integrative medicine. Hazırda tibbdə iki yanaşma mövcuddur. Ənənəvi, yəni bu bildiyiniz elmi əsaslıdır və integrativ yanaşmalar. When we are talking about the conventional medicine, we are looking the knowledge in partial and mechanistics. For example, we are looking the heart, we are looking the liver, and we are looking the metabolic pathways, but never we are looking the total, because the integrative medicine is look the global, the systemic connection in all the body, because we are networks systems. Hər iki yanaşmanın fərqi ondan ibarətdir ki, bu akademik deyilən tibbdə orqanlar ayrı-ayrılıqla baxılır, metabolik mexanizmlər nəzərdən keçirilir, orqanizm vahid bir məhlul kimi nəzərdən keçirilmir. İntegrativ təbabətdə isə bütün orqanizm şəbəkələrin birgə fəaliyyəti kimi qəbul olunur və orqanizm vahid bir məhlul kimi qəbul olunur. This concept, the conventional concept, is clearly a reductionistic vision. Akademik tibbdə reduksionist prinsiplər tətbiq olunur. We are looking the organ, we are looking the receptor, we are looking the gene, we are looking the molecular pathway. Molekulyar mexanizmlər, genlər və orqanlar və ayrıca reseptorlar ayrıca nəzərdən keçirilir. But in the integrative vision, we are under the holistic vision, not only the body, not only the molecule, not only the organ. We are looking the patient in relation with the environment, in relation with the diet, in relation with the ecological factors, in relation with biopsychosocial factors. İntegrativ təbabətdə isə holistik yanaşma tətbiq olunur. Yəni bizim üçün tək molekul, tək metabolizm, tək orqan vacib deyil. Biz orqanizmi onun ətraf mühiti ilə birgə qəbul edirik. Yəni burada ətraf mühitdir, qidalanmasıdır və digər sosial və digər amillərin təsiri birgə nəzərdən keçirilir. And in the modern integrative vision, we are mixing, we are making a link between the reductionistic aspects and the holistic concepts. Hazırki integrativ təbabətlər biz həmin o reduksionist və holistik prinsiplərin, yanaşmaların birləşməsini təmin etməyə çalışırıq. But really,
integrative medicine is a new vision in medicine because the concept start in 2000. Really are only 25 years old vision of medicine. Ama real olarak integratif yanaşma 2000-ci ildə formalaşıbdır. Yəni bizim bu yanaşmanın təxmini bir 25 ili var. And the same protocol for all the patients, and this is not correct. Əfsuslar olsun ki, akademik tipdə hal-hazırda protokollar hökm sürür, hamıya eyni yanaşmadır, bu isə düzgün hesab edilir. But at the same time, in the integrative concept, in the dynamic concept, we are looking the family, the community, the environment, the planet, the universe. İntegrativ tipdə, dinamik konsepsiyada biz ailəyə baxırıq, hansı icmada bu insan yaşayır, ona baxırıq, ətraf mühitə baxırıq. Bütün planet səviyyəsində bu məsələləri bilgə, vahid anlayışlı baxırıq. Because all these factors has influence over every patient. Çünki bu amillər hər bir xəstəyə öz təsirini göstərir. For example, Professor Freeman in 2006 talking about complementary and alternative medicine. Of course, we are not using more these names because we are talking about integrative medicine, not alternative medicine. Əvvəllər, məsələn, 2006-cı ildə Professor Freeman bu kitabı təsdiq edəndə bu yanaşmalar komplementar və alternativ tip kimi tətbiq olunurdu. Hazırda bu ad artıq dəyişibdir. Ona görə də hazırda biz buna integrativ tip deyirik. And here, for example, it's very important the influence of the culture over the patients. Because, for example, in USA, in South America, in Europe, in Asia, the philosophical, the social, the concepts are different. And these are very important over the patients. Məsələn, gözlənilməz olsa da mədəniyyət burada nəzərə alınır. Çünki, məsələn, Şimali Amerikada, Cənubi Amerikada, Asiyada, Avropada müxtəlif mədəniyyət formaları mövcuddur. Fəlsəfə yanaşmaları fərqlidir və bunun da xəstəyə təsiri var. Now, let's go to take a little historical connection. For example, in India, the Ayurvedic medicine. Hindistanda tarixə belə baxsaq, bilirsiniz ki, Ayurveda var. This is the most old medical system in the history of the humanity. İnsan tarixində ən qədim tip sistemidir. 7,000 years old. Təxminən 7000 il tarixi var. And here, the basic concept is the cosmos as unit. Burada əsas amillərdən biri kosmos və onun təsiri görülür. All factors in the universe are connected. Yəni, kosmosda, bütün ətrafımızda olan proseslər hamısı bir-birindən bağlıdır. And for example, in the World Health Organization in 2010 published the benchmarks in training in Ayurveda, how all the doctors can introduce Ayurvedic concept in his normal practice. Məsələn, bu artıq rəsmi dairələrdə o dərəcədə qəbul olunur ki, Dünya Səhiyyə Təşkilatı Ayurveda təbabətinin təhsilinin əsas məqamları altında bir kitab dərc eləmişdir. For example, one of the most important factors here is the constitution. Məsələn, burada əsas məqamlardan biri bədənin forma və quruluşudur. And if I talk about Pitta, Kapha, and Vata, possibly for many doctors, they say, what is that? Bir çox həkimə desək ki, bu adam bədənin konstitusiyası, Pitta, Kapha belə bir formalar var, çox adam bunu başa düşməyəcək. Söhbət nədən gedir? But if I am talking about the
endodermus, mesodermus, and ectodermus, oh, immediately the idea is other. Endoderm, ektoderm, mezoderm desem artık onu hekimler başa düşmeye başlayar. Because, for example, I am an ectodermus phosphoric person, Ben mesela bu konsepte göre ektoderm fosfor konstitusal insan. but he is an endodermus carbonic person. Yeah. Endoderm karbonikler benim strukturumdur. And of course, his metabolism and my metabolism are clearly different. Her ikimizin metabolizmi tam farklıdır. But when we receive a patient, never look the embryological dominance in this body. Ancak biz hastaya kabul edilende, hastaya bakanda immünolojik dominantlığı hiç vakit kirlemiyor. But of course, in integrative medicine, we always are looking the constitution in the patient. İntegratif tedavide ise biz buna dikkat ediyoruz. Because the constitution is not only somatic, the constitution is functional, and the constitution is mental too. Beden konstitusyası deyəndə bu tek somatik değil, yani tek bedene ait değil, aynı zamanda fizyologiyada təsirini göstərir və insanın ruhi vəziyyətinə də təsir göstərir. And in Ayurvedic medicine, we have the cosmological totality, and we are looking not only the patient as a body, we are looking the patient as a person into the universe, into the existence areas, etc. Və xəstə bu yanaşmada tək ayrıca bir bədən kimi qəbul olunur, eyni zamanda kosmosla əlaqəli olan bir qəbul kimi qəbul olunur. And some books, as for example, Dr. Gazulis, talk about the self as body in the Asian theory of medicine. Məsələn, Dr. Kasulis Asiya nəzəri və praktiki təvabətdə insanın özünü dərk etmə məqamlarını o kitabda əks etdirir. In many Asia medicines, in especially the old medicine, we are not looking the body, we are looking the totality of the patient. Asiya tibbi istiqamətlərində bir çox yerlərdə bədən tək deməli ayrıca hissələrdən yox, tam bir varlıq kimi qəbul olunur. And of course, if I have a biotypological determination, I have clearly a therapeutic individualization. Və təbii olaraq, əgər bioloji tiplər mövcuddursa, onda terapiyanın da individuallaşdırılması, fərqləşdirilməsi vardır. Look this concept in an example. For example, I am a sympathicotonic fast oxidizer. Məsələn, fərdin individual yanaşma tətbiq eləsək, mən özüm simpatik sistemi dominant olan və sürətli oksidləşmə fizyologiyasına malik olan insan. And my friend, he is a vagotonic slow oxidizer. Mən vagatonika, vagus sistemindən üstünlüyü təşkil edir və oksidləşmə prosesləri məndə daha rəngli. And of course, how mitochondria works in him or in mine are totally different. Hər ikimizin bədənimizdə hüceyrələrdə mitokondriyalar fərqli şəkildə fəaliyyət göstərir. With this, I am understanding that every person has his own process, and we need to take the treatment in order to this individuality. Və bununla da mən demək istəyirəm ki, hər bir insan fərqli şəkildə fəaliyyət göstərir və əgər biz orada hər hansı bir pozuntuya müdaxilə etmək istəyiriksə, onu nəzərə alaraq müdaxilə etməliyik. Okay, now let's go to China. Çin. In China, there are another total vision. Orada da başqa bir total yanaşma tətbiq edilir. And 500 years ago, he developed the concept of the law of 5 movements. Və 5000 il bundan əvvəl 5 hərəkət konsepsiyası qanunu
icad edilmiştir. Today, in the modern science, 10 years ago, start the concept of the network medicine. Bugün, yani müasir tarihte, hardasa bir 10 il bundan evvel, şəbəkələr təbabəti anlayışı ortaya çıxdı. But now, we need to understand that the 5 elements movement is the first network concept. Amma biz başa düşməliyik ki, 5 hərəkət qanunu həmən bu şəbəkə prinsipinin ilk formasıdır. In this China concept, for example, they use clearly archetypical elements. Çin təbabətində arketip elementləri istifadə olunur. Metal, wood, water, fire, and earth. Metaldır, taxtadır, sudur, ateşdir və torpaqdır. And now, this is a beautiful chart because this is the first idea of how all the systems are connected. Bu diaqramda bütün sistemlərin bir-biriyle necə əlaqəli olduğunu biz çox gözəl şəkildə görə bilərik. And for example, I am going to give an example. Bir misal verim. You have a patient with problems in pancreas. He is a diabetic type 2 person. İkinci tip şəkərli diabeti olan və mədə-altı vəzində problemi olan bir xəstədir. And the endocrinologists really have problem because it's impossible obtain equilibrium in this patient. Glucose up, glucose down, and the amount of remedies or insulin or metformin, etc. is not working well. Endokrinoloqlar nə qədər çalışırlarsa, yenə də şəkəri tənzimləyə bilmirlər, müxtəlif dərmanlar heç bir təsir göstərmir. I am sure many of you know patients that receive the treatment, take the treatment, but the treatment is not working. Əminəm ki, bir çoxumuzda belə bir hal olmur. Xəstəyə nə qədər müxtəlif müalicələr yazırsan, heç bir təsir yoxdur. Okay, the problem is here in pancreas. Under reductionistic medicine, we are only looking the pancreas and treating the pancreas and no more. Problem burada nədir? Bəd-altı vəzdədir və reduksionist, yəni ənənəvi akademik tipdə bizim yanaşmamız nədir? Problem mədə-altı vəzdədirsə də biz sırf mədə-altı vəzdəndə məşğul oluruq. But under the 5 elements vision, liver has the potency to influence over pancreas. And if you have liver insufficiency, immediately the pancreas is not working well. Bu alternatif, yəni integrativ yanaşmada bu 5 hərəkət prinsipi ki var. Orada məsələn göstərilir ki, qaraciyərin mədə-altı vəzinə təsir etmə potensialı var və əgər qaraciyər çatışmazlığı əmələ gəlirsə, bu dərhal mədə-altı vəzdə sıradan çıxır. But why this liver is not working well? Because the patient has constipation and the patient has at the same time dysbiosis, intestinal dysbiosis. Qaraciyər bu adamda niyə işləmir? Qaraciyər ona görə işləmir ki, bu adamda qəbizlik var və dysbioz var. And intestinal dysbiosis associated to leaky gut produce problems in liver and liver produce impact over the pancreas. Dysbioz olanda maddələr düzgün soğurulur, bağırsaqlarda zərərli maddələr də soğurulur. Müvafiq olaraq bunun qaraciyərə təsiri olur, qaraciyərdə reaktiv olaraq mədə-altı vəzinə təsir göstərir. And why this pancreas is not working, why this pancreas is not responding to the treatment? Because the patient has constipated, the patient has leaky gut, the patient has systemic low-grade inflammation, producing disorders over the liver that at the same time produce problems in pancreas. Yəni, bu adamın şəkər, yəni diabetik müalicəsi ona görə heç bir nəticə vermir ki, qəbizlik olduğuna görə, deməli, düzgün sorulma getmədiyinə görə qaraciyər öz sırasından çıxır
və bu da mədə-altı vəzə təsir göstərir. The next Saturday in the Congress, I'm going to explain this in very detailed, proving with papers, proving with publications that this is real. Şənbə günü konferansda iştirak etsəniz, bunun məqalələrlə mən sizə göstərəcəm, sübut edəcəm ki, belə bir əlaqə, belə bir təsir mexanizmi mövcuddur. Another easy example, you have pancreas disorders, for example, hyperinsulinism and insulin resistance. Məsələn, mədə-altı vəzin digər problemi insülin həddən artıqdır və insülin rezistentliyə əmələ gəlir. And this induced immediately problems in kidney. Remember, diabetics is the first cause of kidney disorders. Hamımız bilirik ki, diabet xəstələrində zədələnən ilk orqanlardan biri də böbrəklərdir. And these kidney disorders could produce hypertension. Nəticədə hipertenziya əmələ gəlir. And if I am working under integrative medicine, I need be very carefully with avoid high glucose, high carbohydrate diet, because this high carbohydrate diet produce minimum problems in the kidney, and this can produce effect over the hypertension, over the heart. Yəni, təbii ki, əgər adam karbohidratları pəhrizdə çoxlu qəbul eləsə, bu müvafiq olaraq böyrəyə təsir edir, deməli, təzyiq qalxır və ürəkdə əlavə problemlər ortaya çıxır. I can explain all the physiopathology in medicine under this integrative network concept. Bu integrativ şəbəkələr konsepsiyası əsasında demək olar ki, istənilən patoloji, fizioloji prosesləri təsvir eləmək, izah etmək mümkündür. But what occurs in classical medicine? If you have problems in pancreas, you are taking metformin. If you have problems in kidney, you are taking diuretics. If you have problems in heart, you are taking beta blockers. And finally, remember, patients with a box with 9 or 10 pills, taking pills every day, because we are not looking at the total concept. We are treating every point as a different disease, as a different problem. Nəticə etibarilə klassik təbabətdə mədə-altı vəzdə problem varsa, mədə-altı vəzdən müalicə yazılır, ortaya çıxır böyrək problemləri, böyrək üçün ayrıca yazılır, sonra əlavə ürək problemləri çıxır, ürək üçün dərmanları yazılır. Yəni, nəticə etibarilə adam harasa çıxırsa bir əl çantası olur, bir də yanında böyük bir torba dərman olur ki, gündə neçəsə dərman o qəbul eləməlidir. Amma problem də öz-özlüyündə həll olunur. Now, let's go to Greek. Yunanistan. And here we have a beautiful concept, the Miletus Ischia pillars. Burada çox gözəl klinik prinsiplər ortaya qoyulur. Remember, Miletus is an island in Greek where the mathematicians, the medicines, and many other sciences start in the world. Qədim Yunanistanda bu adada, oradakı bu yeni konsepsiyası çıxmışdır. Orada ümumiyyətlə bir çox məşhur qədim Yunan alimləri anadan gəlmişdir. And in the Miletus school in Greece, the pre-Hippocratic schools, burada iki yanaşma mövcuddur. Bu Hipokratdan öncəki məktəb present the healing power of the nature with the concept of the vis medicatrix naturae. Yəni, bu yanaşma təbiətin özünün müalicəvi gücünü, təsirini ön plana çəkir. And the Greek give us
5 concepts in the 5 pillars of the Hygieia. 2,900 years ago, and this pillar really works today. 2900 yani yakın 3000 yıl bundan evvel 5 pillerden ibaret olan konsepsiyonu Yunanlılar bize verdi ve her de bu yanaşmalar kuvvetedir. The first is the repeated contact with light, earth, water, and cool. This is clearly a healthy ecological area. You need live in the healthy ecological point. Daimi sağlam mühitte yaşamak lazımdır ve bunun için müntezem ve daimi şekilde ışıktır, havadır, sudur ve soyuktur. Bunlarla kontaklı olmak lazım. But we are living in non-healthy areas. We are breathing toxic air. We are without sunlight. And remember the low amount of vitamin D around the world as consequence of the artificial light. And many other examples we can give you in order to understand that we are not living healthy. Birçok misal çekmiyor olar. Ancak özümüz çok güzel başa düşürük ki hazırda nefes aldığımız hava çeşitlidir. Güneş ışığına biz o kadar maruz kalmıyoruz. Bütün dünyada ona göre de vitamin D çatışmamazlığı mevcuttur. Yani suni bu ışık bize o lazım olan enerjinin seviyene verilir. Yani bizim yaşadığımız mühit budur. The second pillar is moderation in the food and in the drink. İkinci mesele qəbul edildiğimiz gıdanın ve qəbul edildiğimiz suyun çok orta seviyede olmasıdır. For example, in United States, 40% of the people are obese as consequence of hypernutrition. ABŞ-da 40% əhali köktür, çünkü onlar lazım olandan daha çok gıda qəbul edir. And of course, many people are not eating healthy food. Many people are eating artificial food. Üstəgəl bu böyük miqdarda qəbul olunan qidanın süni və yəni sağlam olmadığını nəzərə alsaq, yəni bu artıq aydın olacaq. The next is the natural rhythm between movement and rest. Növbəti məsələ hərəkətlə dincəlmək arasında təbii ritmdir. But it's critical because today we are a sedentary society. Bunun çox böyük əhəmiyyəti var, çünki hazırda biz oturaq həyatıyıq. Many people never, maximum 1 day per week make exercise, or other people could be possibly never make any type of movement. And remember, our Paleolithic genes are made for exercise, for moving. İnsanların əksəriyyəti həftədə bir dəfə hansısa məşqlər keçirir. Əksəriyyəti isə ümumiyyətlə məşqlə məşğul deyil. Çünki hamımız unutmuşuq ki, bizim paleolitik genlərimiz elə hərəkətə köklənir. The next pillar is sleep and wakefulness disturbance. Növbəti məsələ həmən bu yeni prinsip, Yunanistanın prinsipinə görə yuxudur və oyaq qalmanın pozulmuşlarıdır. And it's very typical, many people during the day, in the lecture, and this need take coffee or tea in order to produce stimulation and avoid the sleep time. But in the night, they can sleep and need benzodiazepines in order to obtain
sleep normal. Bir çox insan elə hal-hazırda belə məni dinləyərkən əsnəyənlər kim, yuxulayan kim, yəni normalda oyaq qalmalı olduqları müddətdə yuxu aparır. Bunlara lazımdır ki, onlar kop içsinlər ki, özlərinə gəlsinlər. Həmin insanlar gecə evə gəlir, yatmaq istəyir, yata bilmirlər. Onlara əlavə bir dərman lazımdır ki, bu dərman bunları yatırsın. The next factor is the balance through defecation and internal secretions. Növbəti məsələ daxili ifrazat prosesi, sekresiya prosesləri ilə böyük bayra getmə prosesi arasında əlaqələrin olması. And here we have a big problem because more or less 30% of the people around the world is constipated. Bununla bağlı belə bir statistika deyə bilərəm ki, dünya əhalisinin təxminən 30%-ında qəbul var. And when you are constipated, remember indol, skatol, thioether, mercaptan, these are toxic substances produced in the colon, and this substance go to the blood and produce toxicity in the body. İndol, skatoldur, bunları hamısını çox gözəl bilirsiniz. Bunlar bağırsaqda əmələ gəlir ki, normalda böyük bayra çıxanda onlar bədəndən xaric edilməlidir. Qəbizlik səbəbindən onlar qalır bədəndə və bütün bədənin zəhərlənməsinə səbəb olur. And in the Greek pre-Hippocratic schools, the concept of the mastery of emotions was very important. Pre-Hippokrat, yəni Hippokratdan öncəki tibbi yanaşmalarda emosiyalarına hakim ol bir anlayışda var idi. And at the end of the lectures, I'm going to show how Harvard University in the United States is using these 5 concepts as the concepts to maintain health. Bugünkü görüşümüzün sonunda mən sizə Harvard Universitetindən bu 5 prinsipin sağlamlığı təmin edilməsi üçün necə istifadə edilməsi barəsində danışacağım. Okay, and in the Hippocratic medicine, 2,400 years ago, Hippocrates proposed the total vision, body, mind, and environment. Bu dediyim 2900 yıl əvvəl olan bir məsələlərdir. 2400 yıl isə, yəni 500 yıl ondan sonra, 2400 yıl bundan əvvəl Hippokrat bədən, ruh və mühit konsepsiyası təklif etmişdir. And base the medicine in prevention. And please take this point in very clear consideration, because in this moment, in the Greek concept, the function of the doctor is obtain the health, maintain the health, optimize the health. Bununla da ortaya nə etməlisən ki, xəstələnməyəsən konsepsiyası ortaya çıxdı. Yəni, profilaktika önə çəkildi. Və həkimlərin əsas funksiyası ondan ibarət idi ki, sağlamlığı necə saxlayasan. But in 2010, in the United States, started medicalization. And in this moment, the vision, the function in medicine is prescribed a remedy, not maintain the health. Bu yaxınlardan, xüsusilə Amerikada dərmanlaşma prosesi baş verdi və ona görə də bütün həkimlərin yanaşması, fikri resept yazmağa çəkildi. And this prophylactic medicine, for example, let food be the medicine, is a clear concept that the best action is the preventive medicine. And integrative medicine is looking by prevention. İntegrativ təbabət də profilaktikaya önəm verir, lakin onu da yadınıza salın ki, hətta Hippokrat özü o vaxtları deyirdi ki, mənim qidam, mənim dərmanım olsun. And now we are going to Rome. Roma.
with Galen humoral pathology. Galen'in humoral patolojisi. What is that? Bu ne demek? The systematic therapeutic related with the regulation of the lifestyle. Burada gene de hayat tarzının tanzimlemesine yönelmiş sistematik terapi. And here, the therapeutic action is optimize the capacity of the body to eliminate harmful humors. Burada konsepsiya ondan ibaret idi ki, bədəndə zərərli mayelərin bədəndən çıxarılması üçün bədənin qabiliyyətinin, potensialının artırılması. And here, there are a critical problem, because if you are with mucus in the nose, because there are a virus, immediately you are using chromoglicat or any substance to avoid the mucus. But the mucus is the defense of the body to extract the virus. Bir balaca hamıza soyuq dəyən kimi burnumuz başlayır axmağa. And Biz də nə edirik? Dərhal dərman burnumuza vurulur ki, bu burun buz axmasın. Halbuki burun axmalı bədən özünü təmizləyir. And unfortunately, we have a lot of remedies to suppress, to avoid the capacity of the body to eliminate toxins. Bədənin özünün təmizləmək qabiliyyətinin qarşısının alınması üçün isə bizdə nə qədər deyilsən dərman var. And in the Galen humoral pathology, we can take in consideration 3 therapeutic methods. Galen'in maye əsaslı terapevtik yanaşmalarında 3 əsas prinsip mövcud. Those to prevent the disease. Of course, this is the best medicine. Ən yaxşı təbabət xəstəliyin qarşısının alınmasıdır. Ən gözəl addımlar, prinsiplər budur. Those that attack the disease itself. Üçüncü prinsiplər, yəni yanaşmalar, xəstəliyin özünə hücum edən prinsiplərdir. That's right. Bəli. But this is the big problem. Those that only try to counterattack the symptoms. Əsas problem isə üçüncüdədir. Yalnız simptomlara təsir edən yanaşmalar. And please take in consideration 60% of the remedies that we are using don't cure nothing. Only control symptoms. Bununla da mən deyə bilərəm ki, hazırda əlimizdə olan dərmanların ən az 60%-i simptomları örtbasdır eləmək yönəlikdir və nəticə etibarilə heç nəyə müalicə etmir. And of course, finally, the patient has a box with 10 pills only to control symptoms, but not to cure disease. Yəni, adam yanında daşıdığı böyük torbanın içində olan dərmanlar yalnız simptomları örtbasdır edən dərmanlardır. And of course, this is very hard that I am talking about this in the pharmacology. Türk Üniversitetinə gəlib, farmakologiya ixtisasında olan binada dərmanlar barəsində belə bir söz demək Okay. This is a very, very important historic factor. The Mithridates VI, king of Pontus. Pont şəhərinin kralı 6-cı Mithridat vaxtilə belə bir şey eləmişdir. In that time, the kings normally killed them. And the best idea to kill a king is a poison. Adətən orada uşaqların çox öldürdülər və ən gözəli də zəhər ediyorlar. And Uşaqlar deyil, krallar, rəhbərləri. the Agari shamans start giving very low doses of poisons to this king in order to avoid the possibility to kill him with poisons.
Həmən bu kralın ətrafında şamanlar var idi, hansılar ki, başladılar buna çox aşağı dozada zəhəri verməyə ki, bu zəhərlə onu öldürmək mümkün olmasın. The Dr. Adrian Mayer in the Princeton University published this book, The Poison King, showing how, during the history of medicine, we are looking how very low doses, for example, antigen very low doses induce T3 or T3 lymphocytes that produce tolerance. Yes, vaccination is the same. Homeopathy is the same. Yes, and this is very important because we can understand that the Mithridates many years ago is the star vision of how very low doses of toxic, vegetable toxic, mineral toxic, antigenic toxic, etc. could be good to induce capacity in the body to maintain the health. Hazırda yani bu yapımlarda, nispeten yapımlarda Princeton Üniversitesi'nin profesörü Zəhərlər Kralı deməli başlanmışdı bir kitab bırakmışdır və orada həmən Mithridatın bu yanaşması təsvir olunurdu. Əslində bu bildiyimiz vaksinasiyanın əsası olmuşdur. Yəni tədricən bilirsiniz, bəzi amillər var, antibiyotiklər var ki, onları bədənə verirsən, o limfa sisteminin aktivləşməsinə səbəb olur və bununla da bədən güclənir, immunitə verir. And for many years, the concept of Mithridism was the idea that if we use non-lethal doses of a veneno, I can induce in the body the capacity to counteract this veneno. Mithridizm adıyla konseptə uzun müddət tarixdə istifadə olunur ki, kiçik dozalarda zəhərli maddələr verilsə, bu zəhərli maddələrin təsiri sıfıra edilir. And of course, this is a very important journal, Cells and Stress Response in the hormesis. Hormesis is the scientific concept that how little doses make us strong. Buna İngiliz dilində hormesis deyilir. Hormesis yəni xırda dozalar bizi necə gücləndirə bilər? Bunun ətrafında bu konsepsiya formalaşıbdır. Cell kimi məşhur mütəbər jurnalda artıq bu məqalələr, bu məsələlər dərc olunur. And of course, all the pharmacological doctors know very well Paracelsus. Paracelsus taught clearly the dose makes the poison. Bütün farmakologlar, farmasistlər bunlar hamısı Paracelsi tanıyır. Hansı ki, demişdir ki, zəhəri dozu məyədir. And this is the historical vision of the low doses in medicine. Yəni, tibbdə aşağı dozların təsiri, tarixi baxışları bu formada inkişaf etmişdir. And if I understand, and this is not only chemical, for example, very low doses of radiation increase the capacity of the body to protect against radiation. Bu tək zəhərli maddələrə, zəhərlərə qarşı doğru deyil, eyni zamanda kiçik radiasiya dozaları müntəzəm olaraq bədənə təsir etsə, bədənin radiasiya qarşı dözümlüyünü də artırmış olur. And of course, Paracelsus recognized the minimum doses of toxic substance for therapeutic use. Bununla yanaşı, Paracels zəhərli maddələrin terapevtik məqsədlərlə minimal dozada tətbiq edilməsini də qəbul edir. And today there are scientific papers showing the Paracelsus concept and the dose concept in complex work. Hazırki müasir məqalələrdə, elmi araşdırmalarda da Paracelsin bu prinsipləri açıqlanır və araşdırılır və təsvir olunur. But historically in medicine, here we find a person was very important in one factor, but was very critical in others. In French, Descartes.
the nature and the body as machine. Təbii ki, vaxtaşırı tarixdə elə bir insanlar ortaya çıxıb ki, onlar bəzi məsələlərə üstünlük verərək tam doğru olurlar, bəzi məsələlərdə isə yanlışlığa yol verirlər. Məsələn, Descartes. For Descartes, the reality exists only in the tangible structure of the matter. Descartes özü materialist olduğuna görə yalnız materialistik yanaşmaları dəstəkləyirdi və o da deyirdi ki, yalnız nəyi görürsən, nəyi hiss edirsən, hər bir şey onun içindədir. And only if you can measure, if you can quantify, if you can analyze, exists. If you can't measure, qualify, or analyze, don't exist. Yəni, mövcud olan şey elə bir şeydir ki, sən onu ölçə bilərsən, kəmiyyətini müəyyən edə bilərsən, təhlil edə bilərsən. Sən nə isə təhlil edə bilmirsənsə, ölçə bilmirsənsə, deməli bu mövcud deyil. This is the classic reductionistic medicine. Reduksionizm elə bu klasik prinsiplər əsasında qurulur. And in the 16th cycle, they occur the Cartesian dualism, because you can prove the brain, you can prove the thinking. This is impossible to, now it's possible with very specific machines. But in that epoch, in that time, was impossible to prove that the soul or the mind exists. 16-cı əsrdə həmən bu Descartes dualizmi ortaya çıxdı. Yəni, əgər insan, məsələn, indi biz bilirik ki, xətərimiz var və s. beyin orada var, beyində proseslər var, onu sübut edə bilirik. Ona görə də biz bunu qəbul edirik. Ancaq o vaxtları bu sübut olunmurdu, ölçülə bilinmirdi. Ona görə də bu məsələlər qoyuldu qırağa. And of course, what occurred here? The body for doctors, the mind, the spirit, etc. for religion. Loro dildə desək, belə bir prinsip ortaya çıxdı ki, həkimlər bədənlə məşğul olsun, ruhla da molla olur. And he wrote, there is no evidence in the body of the existence of the soul. Onun, yəni Descartes-ın məşhur postulatlarından biri də odur ki, bədəndə ruhun olmasının heç bir sübutu yoxdur. And immediately in medicine start a total indifference toward the mind and emotions. Millət də dərhal bu işdən yapışdı və düşüncə, ruhi vəziyyət, emosiyalar kimi anlayışlar qaldı tipdən kənarda. He published this in 1644 in the cycle 16. 1644-cü ildə And belə bir really this was very critical, because in this moment məsələ çıxdı. in medicine, the doctors never ask, you are happy, you are angry. No, emotion is not important. Həmin andan etibarən ki, bu kitab çıxdı, bu əsər çıxdı, həkimlər heç bir xəstəyə keyfin necədir sualını verir. And remember, today, psycho, neuro, immune endocrinology. The network. Pseudo, neuro, immunoloji, endokrinologiya ortaya çıxdı. Today, Yəni bütün bu şəbəkələr hamısı artıq birləşdirilir. Today we understand, we know very well, and it's proving that the mind, my sensations, my ideas can affect the immunological, endocrine or neural systems. Hazırda tam sübut olunubdur ki, düşüncəm, emosiyalarım, fikirlərim, bunlar hamısı həm sinir sisteminə, həm endokrinoloji sistemə təsirini göstərir. İmmun sisteminə də hamısına təsir göstərir. And in this moment start the reductionistic vision of the medicine. Yəni həmən dövrdə tibbdə reduksionizm
artıq hökmdarlığa başladı. Offroy de la Metrière, a student from Descartes, Descartes introduced the idea the homme as a machine. Offroy Delemete bu Descartes'in tələbəsidir. İnsan bir maşın kimi konsepsiyasını tətbiq elədi. For example, the heart is a pump, the kidney is a filter. Məsələn, ürək bir nasosdur, böbrək də bir filtrdir. And this vision maintained during many years in the history of medicine. Tibb tarixində uzun illər bu məsələ belə olduğu kimi qaldı. And here, in the historical perspective, the whole can be explained by nothing more than the sum of the constituent parts. Bu yanaşmaya görə hər hansı bir məhlulun vahidi onun tərkib hissəsi olan hissəciklərin toplusu kimi And of course, izah oluna bilər. Belə bir konsepsiyası ortaya çıxdı. Of course, the Cartesian vision was very important to obtain amount of knowledge. Descartes prinsipi təbii ki, tarixdə öz rolunu oynadı. Çünki bunun sayəsində böyük həcmdə biliklər əldə olundu. But in this moment, the disease began to be considered afflictions common to all, not unique to each individual. This is critical. Ən böyük çatışmamazlığı ondan ibarət idi ki, xəstəlik kimə düşürsə, eyni xəstəlik prinsipi deməli tətbiq olundu. Yəni, hər bir xəstənin eyni xəstəlik individual olduğu qəbul olundu. Because in this moment, all the bronchitis, all the cystitis, all the disease are the same for all the persons. And this is not true. Bronkit desə də bu bronkit, yəni hamıda eyni bronkitdir. Hər hansı bir it varsa, bir xəstəlik kimi, kimdə olursa hamıda eyni bir şeydir. And the disease became the object of the research and the diagnosis and of course the treatment. Xəstəlik artıq tədqiqat və diagnostika və təbii ki, müalicə etməkdən çevrilmişdir. And in our universities, our students learn how to treat the bronchitis, how to treat the any different disease, but not why Peter or Maria or other person make a bronchitis and how we can change this problem. Nəticə etibarilə bütün universitetlərdə bronkitlər, nərdiklər, bu hamısının müalicəsi başladı tədris olunmağa. Lakin heç kimi maraqlandırmırdı ki, filan kəs, məsələn, bizdə necə deyirlər, əli vəli, bir vəli, bunlar niyə bu xəstəliyə tutulur? Bu yanaşma heç kimi maraqlandırmır. And of course, if I try the symptoms with remedies, because the pharmacological industry has very clear all the biochemical mechanisms. And knowing this mechanism, they can cut and avoid the symptoms. Bizim gördüyümüz bu xəstəliklərin simptomlarıdır. Təbii ki, farmakoloji sənayi də bütün bu prosesləri, biokimyəvi prosesləri araşdıraraq belə bir maddələri əldə etməyə başlayıbdır ki, bu simptomların üzə çıxmasının, baş verməsinin qarşısını ala bilir. Prosesi kəsərdir. And of course, if I have an acute bronchitis, a very acute bronchitis, I need to use remedies to cut. But I need to treat the terrain of the patient, because if I only cut the bronchitis and no more, 2 months later, the bronchitis come again. And this is classic chronic patients. Əgər mən dərmanlarla
hansısa simptomları örtbasdır edirəmsə və əlavə heç nə eləmirəmsə, təbii ki, 2 aydan sonra, 3 aydan sonra nə vaxtsa təzədən bu xəstəlik baş qaldıracaq və bununla da klassik xronik xəstələr əmələ gələcəkdir. Amma yəni simptomlar narahatçılıq törədirsə, bəli, simptomları biz kəsirik, aradan qaldırırıq. Lakin bu xəstəliyin əmələ gəlməsi mühitə biz təsir eləmiriksə, yəni bu xronik xəstələr ortaya çıxacaq. And why we finish treating the organ or the symptom? Nədən biz orqanı və ya simptomu müalicə edəndən sonra, yəni simptomlar aradan qaldırandan sonra biz müalicəni dayandırırıq? Because with the anatomic vision of the disease, we start understanding local disease. I am with problems in liver, I am with problems in kidney, I am with problems in articulation, in brain, and immediately we start looking the organ and looking the disease for this organ. Neden? Çünkü bizim yanaşmamız anatomik yanaşmadır. Biz xəstə gəlir deyik ki, nəsə bu tərəfində ağrım var, oynağında ağrım var, ürəyində ağrım var. Sırf anatomik vahid kimi biz bu orqanı götürürük və başlayırıq onunla işləməyə. And of course, in this moment, we have 12,000 diagnoses and 155,000 different types of disease. Nəticə etibarıyla 12.000 diaqnozumuz var, 155.000 də müxtəlif xəstəliyimiz. In America, for example, we have the EADS. EADS is EFM, is the different diagnosis, and when you finish the study, you put a code for this disease, and this is not real. Are you talking about classification of disease? EA10. EA10 is the code for every disease. Ona görə də bizdə XBT-lər var. Xəstəliklərin beynəlxalq təşkilatları. Bütün müayinələri bitəndən sonra o kodu tapırsan, o sistemə də onu vurursan. The next in this history is Rudolf Virchow in Germany. He introduced the reductionistic concept in the cell and developed the cell pathology. Növbəti tarixi ildə bu Rudolf Virchow'dur, onun nəzəriyyəsidir ki, xəstəlik və hüceyrə arasında əlaqələri o reduksionist formada təsvir edilir. And of course, for Virchow in cellular pathology, disease are exclusively disorders of the cellular structure. Virchow'a görə xəstəlik sırf hüceyrə daxilində baş verən bir prosesdir. And immediately we start, for example, looking the microscope, looking the abnormalities in the structure and making a diagnosis. Bununla da mikroskop tələb edilir, mikroskopla müayinələr, mikroskop vasitəsilə diaqnoz qoymaq geniş yayılır. But really, disease are not only cellular disorders. Disease are systemic disorders. Absolutely fundamental. Amma vacib məsələ odur ki, xəstəlik hüceyrə xəstəliyi deyil, hüceyrə səviyyəsində bir proses deyil, bu sistemli bir prosesdir. At this moment, the academic medicine start focus in the diagnosis and treatment of the disease. Bu andan etibarən klassik akademik yəni təbabət xəstəliyin diagnostikasına və müalicəsinə diqqətini yönəltdi. And not in the health promotion and disease prevention. This is the best medicine. Sağlam həyat tərzi və xəstəliklərin profilaktikası unuduldu. Yəni, ən gözəl yanaşma bu imiş. Now, we are going to 1807 with Hahnemann. He published the first experiment using low doses of toxic substances. Hahnemann ilk
məqaləsini 1807-ci ildə dərc edərək toksik maddələrin kiçik dozada tətbiq edilməsi barəsində prinsipi ortaya qoydu. And today there are many papers publishing how this proving made by Hahnemann put Hahnemann as the first pharmacology in the history of the medicine. The first pharmacology because he was the first to prove substance in order to define which effect produced every substance. Demək olar ki, farmakologiyanın əsasının qoyulmasından söhbət gedir. Çünki Hahnemann ilk dəfə sübut elədi ki, hansı maddələr, hansı dozalarda müxtəlif təsirə bədəndə səbəb olur. Materia medicada ilk dəfə olmaq dərəcədə. It was first published in Materia Medica. Materia medica. And now go to Greifswald University in Germany, where Arndt and Schulz published the idea, the first idea, that the body reacts in relation with the doses. But this was the first scientific support proving. İlk doza ilə dərmanın təsiri arasında olan əlaqəni 1887-ci ildə Arndt və Schulz məqalələrində qeyd edildilər ki, dozanın öz təsiri var. And here they prove that the body responds completely different in relation with the amount of substance that I am put in the body. Onlar göstərdilər ki, maddənin həcmindən asılı olaraq bədən fərqli şəkildə reaksiya edir. And here we understand the concept of the low doses. Low doses can produce stimuli, can produce support. High doses can produce damage or can produce death. Bununla biz belə bir konsepsiyayla qarşılaşdıq ki, aşağı dozada maddələr stimul və müalicəvi təsir göstərə bilər. Yüksək dozalı maddələr, müsbət biz onu bilsək də, yüksək dozada onlar həm zərər verə bilər, hətta ölmədə səbəb olur. And today we have modern papers publishing the dose-response concept in biology and in medicine. Bugün belə müasir təbabətdə dozadan asılı olaraq bədənin reaksiyası konsepsiyaları araşdırılır və məqalə formasında biz bunları çox qarşılaşırıq. And small or very small doses of toxic substance stimulate physiology and induce regulatory processes. Bugün həmən bu prinsipə əsasən biz dəqiq bilirik ki, zəhərli belə olsa maddə kiçik dozada fizioloji tənzimləyici prosesləri stimullaşdırır. And in the last 10 years, we are talking about bioregulatory medicine. Son 10 illik biz biotənzimləyici təbabət barəsində danışırıq. Because in this bioregulatory medicine, we are working with remedies made with very low doses, different very low doses of different substances to work not only in an organ, to work in the total network of the body. Nədən? Çünki biotənzimləyici təbabətlər müxtəlif maddələrin çox aşağı dozalarından istifadə edərək tək orqana yox, bütün şəbəkəyə təsir etməyə çalışır. And if we combine the Arndt and Schulz ideas, give us the inverse effect. One toxic convert in remedy. Bütün bunları biz nəzərə alsaq, biz deməli əks təsirə nail ola bilərik. Yəni ki, maddə zəhərli olsa belə, onu lazımi dozada dərmana çevirə bilər. And this is the origin of the hormesis concept. Of course, hormesis concept is now. Hormesis concept starts in Harvard University with Dr. Calabrese, who proved that very low doses produce effect over the body.
Dr. Karabrezi bu prosesin müasir dövründə onun əsasını qoymuşdur Qarabağ Universitetinə. Yəni göstərmişdir ki, həqiqətən də zəhərli dozu maddə olsa belə çox aşağı dozada onun müsbət təsiri var. And here, this is a very interesting man. It's a South Africa philosopher, Jan Christian Smoot, who developed the concept of holism. And for him, holism is the interaction between mind, body, and spirit with a broad social concept and ecological concept. Çok maraqlı insandır bu ekranda gördüğünüz insan. O Cənubi Afrikada, deməli, Jan Christian Smoot. Biz bilmirdik. Belə bir maraqlı, holistik yanaşma ortaya qoydu ki, ruh, bədən və təfəkkür mü deyək, düşüncə mü deyək arasında qarşılıqlı təsir bu sosial və ekoloji kontekstlər çərçivəsində baş verir. And of course, in this moment, we can find the Watson and Crick discovered, because this is Watson and Crick discovered the DNA, and in this moment start the molecular biology. Watson və Crick 50-ci illərdə DNT-ni deməli aşkar edəndən sonra artıq molekulyar yanaşmalar ortaya çıxdı. And in this moment start the genetic paradigm. Bununla da genetik ortaya çıxdı. And for many years we were thinking genetic defined the life. Uzun illər biz fikirləşirdik ki, genetika həyatı müəyyən edir. And this is not true, because the genes are off or on. Normally the genes are off, but one gene can put it on by itself. Need an external effect. Biz həmişə fikirləşmişik ki, genlər bizi formalaşdırır, bizim fəaliyyətimizi müəyyən edir. Lakin son araşdırmalar onu göstərir ki, genlər işə düşür və belə deyək, sönərlər. Elə genlər var ki, onlar işləmir, hansısa amilin təsiri altında işə düşərlər. And the next and here, this is at the other point, the epigenetic, because epigenetic changed the panorama. Bütün bunların ortaya çıkması nəticə etibarıyla epigenetika anlayışının formalaşmasına səbəb olmuşdur və epigenetika anlayışı bütün baxışları, bütün panoramanı dəyişdir. And this was the work from Conrad Paddington in United Kingdom. İngiltərədəki Conrad Paddington'un işinin bir nəticəsi. And epigenetics refers to the phenomena that not affect the DNA sequence, but affect the expression of the DNA. Epigenetika deməli DNT ardıcılığına yox, onun ekspresiyasına təsir edən bir proses kimi qəbul olunur. And when we are making the clinical history, I need to know which is the epigenetic in this patient, positive or negative. Və ona görə də biz deməli anamnez toplayanda buna diqqət yetirməliyik ki, burada müsbət və ya mənfi epigenetika mövcuddur. And of course, if you have poor diet, chronic stress, microbes, toxins, allergens, etc., you have a negative epigenetic, and of course, you are producing diseases. Təbii ki, mikroblar, toksinlər, allergenlər, xronik stres və qidanın zəif olması, bu hamısı negativ epigenetika kimi qəbul olunur
və nəticədə xəstəliyə qoyulur. And epigenetic today is the point to understand if my patient is in health or if my patient is in disease. Epigenetika həmən bir anlayışdır ki, hazırda o kömək edir, bizə müəyyən edir ki, bu xəstə sağlam mühitdədir, yoxsa adam sağlam mühitdədir, yoxsa xəstə mühitdədir. And of course, if you are making the clinical history, you need to ask, how is your lifestyle? How is your food? How is your emotion? How is your environment? How is your lifestyle? Because this is the difference between positive or negative epigenetic. Müsbət və mənfi epigenetikada fərq elə ondan ibarətdir ki, hazırda anamnez toplayarkən xəstəyə artıq keyfin necədir, nələr bilirsən, həyat tərzin nədir, necə yaşayırsan, harada yaşayırsan, bu kimi suallar artıq veriləndir. And at this moment, we find in Germany Hans-Heinrich Rekebeck in 1953. Tarixin növbəti mərhələsinə biz gəlib çıxırıq. 1953-cü ildə Hans-Heinrich Rekebeck. And he proposed the idea of the homotoxicology. Onun fikriydi, homotoksikologiyanı demək. And what is homotoxin? Homotoxin are any factor, physical, chemical, microbial, physiological, that adversely modify or damage the balanced biological system. Homotoksin tarazlı biyoloji sistemə mənfi dəyişiklikləri gətirən və ya onu zədələyən istənilən fiziki, kimyəvi, psixoloji və mikrobial bir agentdir, amildir. And this is the first book published on 53 by Rekebeck, introducing the homotoxicology as vision in medicine that today is the bioregulatory system medicine. Homotoksikologiya ilk kitab formasında Rekebeck tərəfindən 53-cü ildə təqdim olunmuşdur. Hazırda isə onun belə deyək, təkamülü nəticəsində biotenzivləyici təbabət barəsində biz danışırıq. At the same time, other very important person, Ludwig von Bertalanffy in the 54. 54-cü ildə başqa bir vacib bir şəxsin işi olubdur. Bertalanffy developed the general theory of system general theory. Onun əməlinin məhsulu ümumi sistemlər nəzəriyyəsidir. And he is one of the theoreticians who can be seen as the precursor of the system biology and one of the early voices against reductionism. Bu adam sistemli biyologiyanın banilərinin biri və reduksionist yanaşmalara qarşı çıxan ən birinci insanlardan biri kimi qəbul olunur. And now we are going to move to 1968 in Cleveland, Ohio, in the University of Cleveland, Ohio, because these researchers using computational models in biology introduced the system biology in science. Növbəti tarixi mərhələmiz bu 68-ci ildir Cleveland Universitetində kompüter deməli sistemini istifadə etməklə sistemli biologiyanı rəsmi olaraq elmə daxil edən bir insandır. And between 60s and 70s, there were a very important action related with the computers, because computers advanced very fast and permit the analysis of metabolic control in the body. Həmən dövrdə kompüterlər yeni formalaşırdı. Kompüterlərin imkanları artıq imkan verirdi ki, daha böyük həcmdə hesablamaları daha qısa müddətdə aparmaq imkanı verirdi və ona görə də 60-cı, 70-ci illər arasında metabolik nəzarət təhlilləri çox sürətlə inkişaf edirdi.
And in the 90s, with big computers, supercomputers, produced realistic models of the body. 90-cı illərdə artıq superkompüterlər ortaya çıxdı və bədənin realistik kompüter modelləri formalaşdı. And we start with the functional genomics. Artıq funksional dinamika ortaya çıxdı. And this is very important because in Japan, Masaru Tomita in 97 published the first quantitative model of cellular metabolism as a whole. İlk olarak Masaru Tomita 1997-ci ildə hücrə metabolizmi tam olaraq kəmiyyət modeli kimi təqdim etmişdir. And they developed the E-cell. E-cell is a software, and with this software, you can know how the cells respond to any or to other different substances. Onların, yəni bu adamın rəhbərliyi altında olan qrupun işinin məhsulu E-cell proqramı olmuşdur. Yəni kompüter vasitəsilə hüceyrənin hər hansı bir maddəyə necə reaksiya verəcəyini hesablamaq mümkündür. And now, this is Dr. Calabrese. I talk about him. Dr. Edward Calabrese from Harvard University that proved the scientific support in the hormesis concept, the concept of very low doses of substance to treat diseases. Əvvəllər deyirlər ki, müxtəlif doza müxtəlif təsir göstərir, bəli, bunun praktikada nəticəsini görürlər. Ancaq bunun elmi sübutunu Harvard Universitetindən Edward Calabrese vermişdir. And he published the chemical hormesis in order to understand how we can treat with homeopathy. And it's incredible that in many countries, homeopathy is considered as law, as not functional. Əslində bunun bu adamın işinin nəticəsi oldu ki, o deməli homeopatiyanın elmi əsaslarını ortaya qoydu. Çünki bildiyiniz kimi bir çox ölkədə homeopatiya həm qəbul olunmur, hətta qadağan olunur və belə bir elm kimi bunu heç kim sahib. And finishing this first part, this is another very important researcher, Lee Leroy Hood. He's an American biologist and scientist who won the Levenson MIT Prize because he developed the DNA sequencer. Sonumuzda, elə deyək, bu hissənin sonunda başqa bir vacib alimin adını çəkmək istəyirəm. Bu Lee Hood'dur, Amerikalı biologdur. O 2003-cü ildə Levenson MIT mükafatını qazanmışdır. Avtomatlaşdırılmış DNT ardıcıllığını müəyyən edən prosesə görə. And with this technology, they produced the deep sequencing of genetic logic. Və bunun sayəsində bütün genetik aparatın tam ardıcıllığını müəyyən etmək mümkün olmuşdur. And finally, he developed the System Biology Centers for Research. Və nəhayət bu adam sistemlər biologiyası mərkəzini tədqiqatlar üçün yaratmışdır. This is the center in Washington, United States. Mərkəzdir bu. And for example, this is one of the development of this concept. For example, for every patient, you can take how the brain is using sleep patterns daily, because today we have this type of element that control pulse, control frequency, control breathe. Many of today there are a lot of machines, these wrist sensors, because you can check permanently the brain, you can check permanently the heart daily, you can make every 3 months the
DNA microbiome in order to know how the bacteria are in the large intestine. You control every 3 months liver, lungs, brain, heart with many proteins. You can control every 3 months the lymphatic system. You can control every 3 months the insulin sensitivity, and you can control the total chromosome one time in the life. With this, you can maintain a strict control under the function in the body. Bu merkezin işinin neticesi olarak mesela hamıda bilek sensorları var. Bu taktığımız bu saatler, smart saatler. Onun gibi bir cihazlar var ki beynin vəziyyətini, yuxu prosesini izlemekle biz beynin vəziyyətini qiymətləndirə bilərik. Ürək eyni zamanda nəbzlərin fizik aktivliklə gündəlik hemen bu cihazlar vasıtasıyla nəzarət oluna bilər. Bağırsaqdakı mikrobiomadır, qaraciyər, ağciyər, beyin, ürək, limfatik sistem, insülin həssaslığı vaxtaşlı olaraq müxtəlif hər 3 aydan bir məsələ qan maddələri hesabına bunu qiymətləndirmək mümkündür və həyatda bir dəfə artıq yetər, kromosomları da müəyyən etmək mümkündür. Okay, this was the historical introduction to understand how we move from the primitive concept of the Ayurvedic or the Chinese medicine to the modern concept, and this is the first part. I don't know if there are any questions or a little break. I don't know. 7000 il bundan əvvəlki Hindistanın Ayurveda mexanizmindən bugünkü mürəkkəb tip sisteminə biz necə gəlmişik, hansı tarixi yolu keçmişik, bunun da bir xülasəsiydi. Çok güzel. Sualımız varsa. Sual var. Doçent Nergis Hanım. Associate Professor Nergis Mahmudova, Associate Professor of Department of Pharmacognosy. At first, I must say thank you a lot. Many thanks for your visit in our university, for interesting presentation. Every time interested in this issue because approximately 15 years ago I was in Macau, China, on the topic complementary and alternative medicine. Because this issue is very interesting for me. I have a lot of questions to you. I know that our persons guide, and so I ask these questions after lectures. But I interested in one question. Very interesting your point. What do you think about food supplements and dietary supplements, which are very popular now, and how do you think it's correctly usage by people with remedy or not? Okay, beautiful question. You need something? Özünüz deyəcəksiniz sualı. Necə? Özünüz deyəcəksiniz sualınızı. Azərbaycan dilində. Hə, mən hamı mən başa düşür. Sadəcə olaraq mən onun təşəkkürlüyümü bildirdim və dedim ki, bir neçə suallarım var ona, ancaq sonra deyəcəyim, sağınız yolunuz. Və ən maraqlı sual mənim üçün odur ki, yəni ki, o qida əlavələrlə necə münasibəti var və ümumiyyətlə düzgün onları istifadə etmək və yox. This is a very important question because unfortunately many companies are looking the supplementation as a business. And many companies are in the TV or newspaper are presenting the supplementation as absolutely necessary to live. But this is not real. The most important factor is the diet. But I need to teach to the patients how need
change the diet in relation with the metabolic condition, in relation with the specific disease that they are making, or they are producing. But Bu biznesi çevriliştir bu mesele. Birçok şirketler bunu sırf biznes ifadeyle əslində buna ehtiyac yoxdur. Bir şirkətlər deyirlər ki, bunu eləməsən xəstələnəcəksən, öləcəksən, amma əslində normal qida qəbul olunursa bu tam yetərlidir. Sadəcə insana izah etmək lazımdır ki, necə qidalanmaq lazımdır. But of course, for example, if I have a patient with a blood exams between 20 of vitamin, the vitamin D, of course I need this vitamin. Or if I have a patient with diabetes, chronic diabetes, I need possibly give chromium, give manganese, give zinc, because these minerals are absolutely necessary for metabolic functions in a diabetic person. But the idea that I need every day take multivitamins, multiminerals, multi, this is not correctly, because I am possibly overcharged the phase 1 and phase 2 in the liver. And remember, in many cases, these good products could be dangerous if I am overcharging the body with these supplements. Eğer müayinə aparırlar, görürəm ki, məsələn, adamda konkret vitamin çatışmazlığı var, kronik şəkər xəstəlisidir, təbii ki, mən ona vitamin də təyin edəcəm, kromdur, zinkdir, maqnezlidir, bunlar hamısını təyin edəcəm. Amma belə bir söhbət yoxdur ki, bunları içməsən daimi çatışmamazlıq olacaq, ölərsən, xəstələnərsən və s. Əksinə, çoxluq özünü yaxşı bir şey deyil. Adamda əgər hər şey varsa, əlaqə bu qida əlaqələrində qəbul edirsə, bütün bu multilər hamısı mənfi nəticə qaraciyərin artıq büyütməməsinə səbəb ola bilər. In some case, for example, if I can find that this patient has a deficiency in a specific mineral, for example, magnesium or zinc, because they are metalloenzymes. They are very important for the works of many enzymatic systems. In this case, I can give the supplements as remedy. And we can change, no, I don't need a pharmacological substance, I need a supplement as pharmacological product, and could be possible, works well. Bəzi xəstəliklər var ki, orada bilirsiniz ki, metal enzimlər var. Yəni bu enzimlərin fəaliyyəti üçün bu metal maddələr vacibdir. Bu halda əgər aşkarlanır ki, bu elementlər çatışmır, onda həmin o qida əlavələrini farmakoloji məqsədlərlə mən onu təyin edirəm. Burada dərmanı verməyə ehtiyac yoxdur. Bu maddəni verməklə müalicə məqsədi ilə biz buna nail olacağıq. One of the most typical examples of how I can convert a supplement in a remedy is high doses of vitamin Z in cancer. Məsələn, qida əlavənin farmakoloji təsirini əldə edilməsinin ən necə deyim, sadə bir nümunəsi xərçəng xəstələrdə vitamin C-nin yüksək dozları verilməsidir. For example, if you take oral vitamin Z and you take, for example, 6 grams during the day, the maximum amount in the plasma is 180-200 picograms by milliliter of vitamin Z. These doses don't work in cancer treatment. Peroz formalar var vitamin C-nin. Təbii ki, necə deyim, 2 həftəlik dozanı siz atsanız da o vitamin C-lə, o plazmada çox aşağı səviyyədə vitamin C-nin konsentrasiyasının artmasına səbəb olabilir. But if I inject intravenously, for example, 10 grams
15, 20, or 30 grams, I can obtain 5,000 micrograms by milliliter or more, and at this amount, vitamin Z is not antioxidant, it's pro-oxidant, and of course, is very important for cancer patients. Əgər venə daxil olurlarsa, məsələn, 10 qram, 15 qram nə qədərsədir, onda plazmada vitamin C-nin konsentrasiyası olduqca yüksək olur. Yüksək olduğuna görə onun antioksidant funksiyası yox, artıq pro-oksidant funksiyası ortaya çıxır və bununla da hərçəngə qarşı təsiri olur. In relation with your questions, of course, the best is good food, because the polyphenols and many other molecular substances are really in food. But we need to prepare correctly the food. Avoid the industrial food, because industrial food normally are degraded. We need return to natural food, organic agriculture, etc., in order to maintain the amount of healthy substance in the food. Ən yaxşı bədənə lazım olan maddələrin təmin edilməsinin yolu təbii yolla yetişdirilmiş, təbii formada bişirilmiş qidadır. But at the same time, we know well, because today, for example, I made two years of a specialty in Spain from nutritional biochemical. In this moment, I am thinking in the food not as healthy food or good food or beautiful food, no, as chemical. What are in this food that are good or bad for my body? And we teach to the patients how to change the diet in order to obtain a healthy diet or obtain a therapeutic diet for your specific disease. And this is İki İspaniyada qida biokimyası üzrə kurslar keçmişəm və mənim üçün artıq belə qidaya baxanda bu gözəl, dadlı belə bir şeydir. Onun içindəkilər maraqlandırır. Bununla biz məsələn sağlam insana praktik olaraq düzgün qidalanmanı öyrədə bilirik. Xəstə insana isə bunu xəstəliyinə uyğun necə qidalansın ki, sağalsın, onu göstərək. But of course, it's fundamental to avoid abuse of supplements. Yəni, bəli, qida əlaqələrindən istifadə etmək olar, ancaq ondan su istifadə etmək də olmaz, bu da çox vacib. Thank you. We'll answer academic stories. Bizde kan kurslarında 1, 2, 3, 4, 5 grup birleşik efendim. Muhabbede mesela olurlar mı? Kan grubu. Blood group. Do you consider that blood group? For diet? Yes, no, for the treatment. For the Yes, it's one. for diagnosis. Yes, it's one of the factors very important to take in consideration. Ne için diyelim? Buna ikinci grup en çok fakat kaçıncı test. Bize analiz yapılmış şu demeler 21 neferden görürsen ki 18'i ikinci grup bıraktı 21 nefer. The eight blood group is more important. Yes, Yeah. absolutely. Yani onu mesela alırlar da bu grupları Yeah. kabul edilenler. Peki. Çok sağ ol. Deməli, botulotoksin, aflatoksin və istokinlər çox güclü bioloji fəal maddələrdir. Hansı ki, onların yüksək dozlarda letal təsir göstərir, insan orqanizmin məhvinə, hüceyrələrin məhvinə səbəb olurlar. Təbii ki, onlar dururlaşanda hər hansısa bir mikroqramlar və 10-8 və 10-12 pikroqramlar səviyyəsində hər hansı bir fizioloji təsir ortaya çıxara bilirlər. Mənim sualım, ikinci sual budur ki, bitki ekstraktları ilə bu maddələri müqayisə etmək nə dərəcədə düşünülür?
Çünki onlar yüksək dozlarda ilk reseptları çox zəif təsir göstərir. Dayanmıyorum olan aklı homeopatiyada her bir derman alanda ekstraktan alırsın. Bəli, Ana mən ekstraktınıza ona görə soruşdum. stil bitkiden al, stil böcekten al, stil tozdan al, ekstrakt olsun. Ana ekstrakt. Onu sen Bəli, bir tane bitki sen al verirsen. Yox, mən mənim Sonra maraqlı olan karbonit öldürür, ne demek? Yanarlı son verirsen. Please take in consideration that there are molecular patterns. Molecular patterns. The body reacts against molecular patterns. Söhbət tək konsentrasiyadan getmir, molekulyar struktura reaksiya verir bədən. And for example, if you have amount of toxic, a specific toxic, but in amount, immediately many receptors are attacked. And of course the system collapses. Toksinlərdə söhbət gelirsə, orada bir çox reseptorlar eyni anda hücuma məruz qalır və sistem sıradan çıxır. But if you have only a little amount of this molecular pattern that affect only once, but not all the receptors, the reaction is different. Həmən molekulanın az konsentrasiyada verəndə o bütün reseptorlara təsir edilmir. Hansısa konkret reseptorlara təsir edir. In the dilution, in the homeopathic dilution, the body always recognizes the structure, but in this case, the amount is very low. And of course, the reaction is absolutely different. Bədən bu strukturun, molekula strukturunu qəbul edir, başa düşür, tanıyır, amma az həcmdə olduğu üçün ona fərqli reaksiyalar verir. For example, a spider venom in a high amount kill the patient. Böyle şeyler var, onların zehirleri adamı öldürür. Intravascular disseminate disorder. But now, the spider venom in a very low doses optimize the function in the endothelius and optimize the function in vascular. And we use animal venom for vascular disorder, cerebral vascular disorder, etc. Damar daxili laxtalanmaya səbəb olur. Is the classic Aşağı dozada qan damarların divarını, bütün laxtalama sisteminə müsbət təsir edən bir şey. Məsələn, beyin qan dövran pozulunda o hörümçəyin zəhəri istifadə edilir. Bir sual da mənimizdə. Bana o qoşulduğunuzda. Bak, siz çok güzel bir konsepsiya bize təqdim etdiniz. Dediniz ki, müsbət, yani pozitif nastroy olanda, yani bəli, emosiyaları deyildi, orada çok deyildi, yani bir sistemde olanda, pozitif sistem. Və negatif sistemdə xəstəliklər tibirin satır. Bu tamamilə düzdür. Çünki negativ sistemdə yaşayanda onkoloji xəstələr həddindən artıq çox. You were saying that the emotional and spiritual touch. Allah diferensiyasyonlar xəstəliklər. You're in positive range. If you're in En yaxşı negative burada bu group and you're in negative range, again, you're more exposed to disease. Sualım budur ki, bunlar həmin bax bu sistemə aid müsbət, yəni mənfi, indi dedi ki, bu yeni sistem. Xəstəlikləri diferensiasiya edirlərmi ki, müsbətdən This kind of negative emotional range of disease. biz bilirik ki, negatifdən ən çox onkoloji yaranır. Negative causes more oncology. good question. But now we need to differentiate that, for example, one specific factor for you is good, for me is bad. This is the first point. Birincisi, ona yaxşı olan mənə yaxşı olmaya bilər. Anladım. Mənə yaxşı olan ona yaxşı olmaya bilər. Artıq melankolik, flegmatik, Yeah, sanguinik, the four constitutions. Aha. Remember? Thank you very much. Sulfuric, carbonic, phosphoric. Sen
the four constitution. But this is very important because there are people who observe minus or observe more. Yeah? This Kimin is üçünse one factor. o yarı doludur, kimin üçünse yarı boş. Bir de esas odur ki, her dindən artıq dinə bağlı olub, biliyin çox olmaq. Bunu da edək, ona görə. But what about the emotions? In Emotsiyalara cancer, gəldikdə isə konseptual olarak. this is very important because finally, in cancer, we need look the environment, cancer environment, the micro and the microenvironment. Xərçəlikdə biz mikro mühitə diqqət etməliyik. Because the cells change his action in relation with the microenvironment. Çünki hüceyrə mikro mühitə cavab olaraq dəyişir. And in cancer, there are classical factors. The first, hypoxic condition. Xərçəlikdə klassik faktorlar var, hipoksiya. The second, hypersympathicotonic factors. Hipersimpatik sistemin hiperfunksiyası. The third, acidosis, mesenchymal acidosis. Mesenkimal asidozun üçüncüsü. And all these aspects Və s. change the cell's metabolism and induce mutations. Hüceyrə metabolizmi dəyişir, bunun sayəsində də mutasiya başlanır. But for example, if you are happy, you are breathing very nice. Keyfin yaxşı olanda, xoşbəxt olanda nəfəs alman da yaxşı olur. But if you are nervous, you are breathing very bad. Təşviş içində olanda, keyfin pis olanda nəfəs alman da yaxşı olur. And this is related to hypoxia. Bu hipoksiyaya səbəb olur. If you are nervous or anxious or any different emotional factors, Əsəbi olanda the equilibrium between sympathetic and parasympathetic is high sympathetic condition. simpatik, parasimpatik sistemlərin tarazlığı pozulur, simpatik sistem daha üstün olur. And if you are under stress, normally you are producing more acid than alkalines in the environment. Stres olanda da bədəndə turşuluq artır. Some research published, I have all the papers, if you like I can send, published that alterated emotions produce changes in the extracellular microenvironment that are cancer producers. Yəni məqalələr var, onları mən sizə göndərə bilərəm istəyirsinizsə. İstəyirik. Əhval-ruhiyyə, keyf, belə deyək, bədəndə ekstraselülər matrisdə elə dəyişikliklərə səbəb olur ki, orada xərcəngə səbəb olan maddələr əldə edilir. Yəni, elə tamamlayaq. Var mı suallar? Kimin sualı yeni olsa otara düşərik, istəkənlikdən əsinlər, incəsinlər. Çünki biz baş göndərdik ki, universitetin cərrahiyyə 17 mərtəbə, 14 mərtəbə terapiya, 6 mərtəbə onkoloji, 4 mərtəbə stomatoloji gəzməlidir. Bugün, sabaha yenə var mühasirə, yenə, kimin yenə sualları olsa inşallah bu zalda da verə bilərlər. Gəlin, təşəkkür edək sizin adınızdan. Gözəl çıxışa görə, düzdür birinci dəfə idi ki, biz yəni integrativ təbəqatın əsasını belə ardıcı, belə mükəmməl, yeni məlumatlar var. Hətta mənim doktorantım doktorluq dissertasiyası bəzi alimləri biz unutmuşduq. Məsələ elə Afrika alimi, məsələ başqa var idi, Amerika alimi. Biz indi xahiş edərdik ki, sizin slaydı bizə bağışlayasınız. Yəni, bu da bizə çox gərəkli olar. Sizə dərin təşəkkürümüzü bildiririk. Hamının adından sizə möhkəm can sağlığı, uzun ömür, yeni nailiyyətlər, yeni uğurlar, yeni ölkələrdə belə mühazirələr aparır. Yəni, bizim də, onların da kim integrativ təbəqətlə məşğuldursa başını ucaltmaqla biz sizə elə bir ölfə kimi baxırıq ki, Kolumbiyadan bura gəlib bizə belə gözəl bir məruzə etdiniz.
o bizə çox illərə böyük töhfədir. Mən heç bir cümləmizi unutmadım. Yəni mənə çox xoş gəldi. Təşəkkür edirəm sizə. Can sağ olun.